Salam dostlar, hər birinizi xoş gördük. Bu videoda 2 mart tarixində keçirilmiş 11-ci siniflər üçün buraxılış imtahanının ingilis dil suallarına baxacaq. Bütün digər videolarda olduğu kimi bu videoda da istəyərdim ki, siz birinci dinləmə daxil qrammatika və reading suallarını özünüz həll edəsiniz. Daha sonra isə mənim izahlarımı dinləyərək videoya davam edəsiniz. Əgər hazırsınızsa, birinci dinləmədən başlayaq. Anna Julia Cooper was a writer, a teacher, and an activist who defended education for African Americans women. She was the daughter of a black slave woman. Despite the poverty, Anna managed to get education. Anna got her college degree after her husband died. Later she had master's degree in mathematics. During the 1890s, Cooper became involved in the Black Women's Club movement. The members of the club were educated middle-class women. They believed that it was their duty to help African American women who needed help. During this time Anna became a popular public speaker. She published her first book, A Voice from the South, to call for equal education for women. Anna considered that educated African American women were necessary for inspiring black race. Her book gained national attention and Cooper began lecturing across the country. Her lectures were mainly focused on the topics such as education, civil rights, and the status of black women. Her book is considered first written source of black feminism. Anna Cooper is often titled as the mother of black feminism. Gəlin indi isə birinci mətni tərcümə edək, daha sonra isə sualların izahına baxaq. Anna Julia Cooper was a writer, a teacher, and an activist who defended education for African American women. Anna Julia Cooper yazıcı, müəllim və Afro-Amerikalı qadınların təhsili uğrunda mübarizə aparan bir aktivist idi. She was the daughter of a black slave woman. O, qaradərili kölə bir qadının qızı idi. Despite the poverty, kasıblığa baxmayaraq, Anna managed to get education. Anna təhsil ala bildi. Anna got her college degree after her husband died. Anna yoldaşı rəhmətə getdikdən sonra kollec dərəcəsini ala bildi. Later she had master's degree in mathematics. Daha sonra isə o riyaziyyatda magister dərəcəsinə sahib oldu. During the 1890s, Cooper became involved in the Black Women's Club movement. 1890-cı il ərzində isə Cooper qaradərili qadınların klub hərəkatına qoşuldu. The members of the club were educated middle-class women. Bu klubun üzvləri təhsilli və orta təbəqəyə mənsub qadınlar idi. They believed that it was their duty to help African American women who needed help. Onlar inanırdılar, yaxud hesab edirdilər ki, ehtiyac içində olan Afro-Amerikalı qadınlara kömək etmək onların vəzifəsidir. During this time, Anna became a popular public speaker. Bu dövrdə Anna məşhur natiq kimi tanındı. She published her first book, A Voice from the South, to call for equal education for women. O, qadınlar üçün bərabər təhsil çağırışı etmək məqsədi ilə A Voice from the South, yəni Cənubdan gələn səs adlı ilk kitabını nəşr etdirdi. Anna considered that educated African American women were necessary for inspiring black race. Anna inanırdı ki, təhsilli Afro-Amerikalı qadınlar qaradərili irqin inkişafı üçün vacibdir. Her book gained national attention and Cooper began lecturing across the country. Onun kitabı ölkə miqyasında böyük diqqət qazandı və Cooper bütün Amerika boyu mühazirələr oxumağa başladı. Her lectures were mainly focused on the topics such as education, civil rights, and the status of black women. Onun mühazirələri əsasən təhsil, vətəndaş hüquqları və qaradərili qadınların vəziyyəti kimi mövzulara həsr olunmuşdu. Her book is considered first written source of black feminism. Onun kitabı qaradərili feminizmin ilk yazılı mənbəyi hesab edilir. Anna Cooper is often titled as the mother of black feminism. Anna Cooper tez-tez qaradərili feminizmin anası adlandırılır. İndi isə gəlin suallara baxaq.
Birinci sual. Which statement is true according to the passage? Mətnə uyğun olaraq hansı cümlə doğrudur? Anna's lectures were about mathematics. Anna'nın leksiyaları riyaziyyatla bağlı idi. Bu tamamilə yanlışdır. Onun leksiyaları əsasən burada da gördüyümüz kimi civil rightlardan, yəni vətəndaşların hüquqlarından və s. idi. Cooper had got her college degree before her husband died. Burada after her husband died olmalıydı. Çünki Cooper'ın yoldaşı rəhmətə getdikdən sonra o kollec dərəcəsinə sahib ola bildi. C variantı. Anna Cooper was born into a rich family. Xeyr, burada verilibdir. Despite the poverty. Yoxsulluqlarına baxmayaraq o təhsil ala bildi. C variantı da yanlışdır. Anna had master's degree in arts and literature. D variantı da yanlışdır. Çünki burada deyilir ki, Anna magister dərəcəsini riyaziyyat sahəsində alıbdı. Art və literature, yəni humanitar sahədə almayıbdı. Və son olaraq E variantına baxaq. Cooper was both a writer and a teacher. Bəli, ilk cümlədə bu deyilmişdir ki, Cooper həm yazıcı, həm də müəllim kimi fəaliyyət göstərən bir aktivistdir. İkinci suala baxırıq. The passage is mainly about. Mətn əsasən nə ilə bağlıdır? Bunu tapmalıyıq. Ada deyilir məşhur natiqlər. Anna məşhur bir natiq ola bilərdi, amma bu bizim mətnin ümumiyyətlə məşhur natiqlər haqqında olması fikrini doğrulamır. A variantı yanlışdır. B variantı The book A Voice from the South. Kitab haqqında məlumat verildi. Kitabın adı və nə barədə olduğu deyildi, lakin mətn bu haqqda deyildi. The struggle against poverty. Kasıblığa qarşı, yoxsulluğa qarşı mübarizə tamamilə yanlışdır. D variantı The Black Activist Woman. Bu doğru ola bilər. Y variantına baxırıq. The Black Women's Club Movement. Qaradərili qadının klub hərəkatı. Bu da yanlışdır. Doğru cavab D variantıdır. The Black Activist Woman. Qaradərili aktivist qadın. Üçüncü suala baxaq. Complete the sentence according to the passage. Cümləni mətnə uyğun olaraq tamamlayın. Anna published her book A Voice from the South. A variantında deyilir. To describe her own life and activity. Öz həyat və həyatında baş verənlərdən danışmaq üçün A variantı yanlışdır. B variantında to describe the lifestyle of black women. Hər hansı qaradərili bir qadının həyatını təsvir etmək üçün bu da yanlışdır. C-də deyilir. To show poverty of African Americans. Afro-Amerikalıların yoxsulluqlarını göstərmək üçün C-də yanlışdır. To call for equal education for women. Qadınları bərabər təhsilə səsləmək, çağırmaq üçün Y variantında deyilir. To call for the solution of environmental problems. Mühit problemlərinin həllinə insanları çağırmaq üçün bu da yanlışdır. Cavab olur D variantı. Cavabı isə burada mətndə verilib. To call for equal education for women. Dördüncü suala baxırıq. Write the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı yazın. Who were the members of the Black Women's Club? Qaradərili qadınların klub üzvləri kimlər idi? Burada biz oxuduq ki, the members of the club were educated middle class women. Yəni orta sinifin, belə deyək, təhsil almış qadınları idi. Beşinci suala baxaq. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Despite the poverty, Anna, yoxsulluğa baxmayaraq, Anna, sizin yazmanız lazım olan hissə managed to get education hissəsidir. Yəni təhsil ala bildi. Təhsil almağa qadir oldu da deyə bilərik. Altıncı sual. Write one adjective from the passage that describes the word attention. Mətndən diqqət sözünü təsəvvür edən bir adjective, yəni sifət yazın. Və burada biz görürük ki, her book gained national attention. Hansı diqqəti cəlb edib, milli diqqəti cəlb edib, ona görə də bizim cavabımız national olacaq. Qrammatika sualları ilə davam edək. Choose the correct interrogative sentence. Doğru sual cümləsini seçin. A variantı, how many slices of bread you eat every morning? Biz bilirik ki, sual cümləsində bizim köməkçi feilimiz olmalıdır. A variantında olmadığı üçün biz bu variantı çıxarda bilərik. B variantı, how many slices of bread eat you every morning? Söz sırası səhvdir və yenidən bizə köməkçi feil verilməyib. C variantına baxaq. How many slices of bread you do eat every morning?
Bu da yanlışdır, çünki söz sırası səhv verilmişdir. You do olmaz. Do you eat every morning olar. How many slices of bread do you eat every morning? Bəli, D variantı düzgündür. E variantında how many slices of bread eat do you every morning? Again, it is false. 8-ci suala baxırıq. Choose the correct tense form. Doğru zaman formasını seçin. The invited guest 2 hours ago. 2 saat əvvəl bitmiş bir hərəkəti bildirir. Ona görə də biz keçmiş sadə zamandan istifadə etməliyik. A variantı will gələcək zaman, C-də has bitmiş zamanı bildirir. Arrive yanlışdır, indiki sadə zamandır. Is arriving də hal-hazırda baş verir. Qəsdəmdədir, bu da yenidən doğru deyil. Cavab olmalıdır B variantı. The invited guest arrived 2 hours ago. Dəvət edilmiş qonaqlar 2 saat əvvəl gəldilər. 9-cu suala baxırıq. Choose the correct pair of synonyms. Düzgün sinonim cütünü seçin. Lazy, intelligent, çalışqan, tənbəl çalışqan antonimdir, çıxardırıq. Stupid, brave. Stupid, yəni idiot və cəsur. Bunlar da demək olar ki, antonimdir. Əslində heç antonim də sayılmaz, amma sinonim deyirlər. C variantında fresh, old, təzə, köhnə antonimdir. D-də bright, dark, parlaq, qaranlıq antonimdir. Tired, exhausted deyə variantında verilib. Bunlar yaxın mənalı sözlərdir. İkisi də yorulmuş, çox yorulmuş mənalarını verir. Ona görə də cavab olur Y variantı. 11-ci sual. Choose the pair of nouns in the singular. Singular tək deməkdir. Təkdə olan isimləri seçməliyik. A variantında monkeys esi var. Çıxardırıq. B-də balls. D variantında tools. Y variantında isə glasses es olduğu üçün çıxardırıq. Cavab oldu C. Meal and flour. Yemək və gül sözləri. 12. Choose the correct exclamatory sentences. Doğru nida cümlələrini seçin. Birinci, what a clever dog it is. Necə də ağıllı bir ittir. Tamamilə doğrudur. What clever dogs are they? Bu artıq sual cümləsinə çevrilir. Are they olduğu üçün they are olsaydı doğru olardı. İkinci çıxartdıq. 3-ə baxırıq. How the clever dog it is. How'dan sonra the artiklı gəlmir, çıxardırıq. 4-cü sual. How clever the dogs are. Bu doğrudur. How'dan sonra sifət gəlib. 5-də isə how dogs the clever they are. Burada da söz sırası pozulmuşdur. How'dan sonra isim gəlib deyə yanlışdır. Cavab oldu D variantı. Bu cümlədə biz əslində həm Mr. Reed ilə başlaya bilərik, həm də when ilə. Gəlin when-dən başlayaq. When Mr. Reed arrived in Brington, he took a taxi to the hotel. Bu doğru cümlə strukturudur. Digər variantları siz özünüz yoxlayıb səhvləri orada görə bilərsiniz. Make up a sentence tipli sualları yazarkən siz əsasən subject-verb agreement-ə, yəni mübtədanın və xəbərin bir-biri ilə uzlaşmasına və yer zərfinin yerləşməsinə, artikelların, prepositionların düzgün yerdə olmasına diqqət etməlisiniz. 14-cü suala baxaq. Choose the correct option. Mount Fuji, located on island of Honshu, is highest mountain in Japan. Öncə isə burada ən asan axırıncı veriləndir. Çünki axırda biz bilirik ki, sifətin üstünlük dərəcəsi ilə biz mütləq D artiklını istifadə etməliyik. D artiklı sonda sadəcə A və C variantlarında verilib. A və C variantlarını seçib digərlərini çıxardırıq. Mount Fuji, dağ və zirvələri ilə heç bir artikl işlənmədiyi üçün C variantını seçirik. Mount Fuji located on the island of Honshu. Bu arada ortada niyə the işləndi? Çünki bizə söz birləşməsi of ilə verilibdir. Oflu söz birləşməsində öndə biz D artiklından istifadə edirik. Ona görə C variantı tamamilə doğrudur. 15-ci suala baxaq. Mother asked her daughter a glass of water. Ana xahiş etdi qızından bir stəkan su gətirməsini. Bu sual kompleks object ilə bağlıdır. Ask sözünə uyğun feil to bring. Çünki ask feili to'lu feillərlə işlənir. Ona görə cavab B variantıdır. 16-cı suala baxırıq. Choose the correct option. He put a lot of sugar in his coffee. O kofesinə çoxlu şəkər qatdı, qoydu. Burada diqqət etməli olduğumuz məqam he put ifadəsidir. Siz necə düşünürsünüz? Bu indiki sadə zamandır, yoxsa keçmiş sadə zamandır?
Əgər düşünürsünüzsə ki, bu keçmiş sadə zamandır, düzgün fikirləşirsiniz. Əgər bu indiki sadə zaman olsaydı, he puts şəklində verilərdi. İndi bizə verilən variantlardan biz keçmiş sadə zamanı seçməliyik ki, bütün cavablar keçmiş sadədədir. Sonra isə biz cümləmizin təsdiqdə və ya inkarda olmasına fikir verməliyik. Bizim cümləmiz təsdiq cümləsidir. Ona görə cavablarımız da təsdiqdə olmalıdır. Təsdiqdə olmayan cavabları çıxarsaq, neither 4-cü cümlə və didn't ikinci cümləni çıxardırıq. Cavab oldu 1, 3. So did my mother, mənim anam da həmçinin və 3-də Mr. Dales did too, Mr. Dales də belə etdi həmçinin şəklində olur cavablarımız. A variantı burada düzgün cavabdır. 17-ci sual. Choose the correct conjunction. Doğru bağlayıcını seçin. I cannot go with you. I'm busy. A və B variantları yaxın mənalı sözlərdir. Though, oldu, baxmayaraq ki, mən məşğulam, mən sənə gedə bilmərəm ifadəsi düzgün səsləmir. Before həmçinin biz əvvəldə deyə bilmirik. As soon as kimi, məşğul olduğum kimi səninlə gedə bilmirəm də yanlışdır. Biz deyə bilərik ki, mən məşğul olduğum üçün səninlə gələ bilmirəm. D variantı tamamilə doğrudur. 18-ci sual. This furniture very expensive. Furniture sözü sayılmayan isimdir və biz bilirik ki, sayılmayan isimlərin xəbərləri mütləq təkdə olmalıdır. Y variantından başqa bütün xəbərlər cəmdə verilib. Ona görə də cavab Y variantıdır. This furniture is very expensive. Bu mebel çox bahalıdır. 19-cu sual. Choose the correct modal verb. Düzgün modal feili seçin. The kids get up early. They have no lessons today. Onların heç bir dərsləri yoxdur. Uşaqlar erkən oyanmalıdır, yoxsa yox, bunu seçirik. Əgər dərsləri yoxdursa, they don't have to get up early. Onlar erkən oyanmamalıdırlar. 1 doğrudur. 2-də onların erkən oyanması lazımdır. Yanlışdır. 3-də oyanmalıdırlar. Yanlışdır. 4-də shouldn't. Oyanmamalıdırlar. Çünki dərsləri yoxdur. 4 doğrudur. 1, 4-ü seçirik. 5-də həmçinin have to ilə demək olar ki, eyni mənalıdır. Cavab oldu B variantı. Sual nömrə 20. Choose the correct preposition for both sentences. Hər iki cümlə üçün doğru olan preposition, yəni söz önünü seçməliyik. He is good playing tennis. He had to work hard. His English. Biz öyrənmişdik ki, to be good at something və ya to be bad at something ifadələri vardı ki, və bu ifadələr mütləq ətlə işlənir. Birinci cümlədən əslində biz başa düşə bilərik ki, cavabımız C variantı olmalıdır. He is good at playing tennis. O, tenis oynamaqda yaxşıdır. İkinci cümlədə he had to work hard at his English. O, ingilis dilində çox çalışmalıdır. S ilə çalışmalıdır. Cavab C variantıdır. 21-ci sual. Choose the correct passive voice version of the sentence. Cümlənin düzgün məchul növ versiyasını seçin. Bizim burada ilk addımımız öncəliklə cümlənin hansı zamanda olmasına fikir verməkdir. Did keçmiş sadə zamandır. Passive voice-də isə bu were plus 3-cü forma olmalıdır. Were taken. İndi gəlin düzgün cavabı seçək. When were the entrance exam being taken? Biz dedik ki, were sadəcə taken ilə işlənir. Orada bizim binə ehtiyacımız yoxdur. A variantı yanlışdır. When were taken the entrance exam, were və taken bir-birindən ayrılmalıdır. Ona görə B variantı yanlışdır. When were they taken the entrance exam, were-dən sonra they-yə ehtiyac yoxdur. D variantında when the entrance exam were taken, bizdə sual sözündən sonra were-nü işlətmək lazım idi. Ona görə D variantı da yanlışdır. Y variantında when were the entrance exam taken tamamilə doğrudur. Choose the correct option. Doğru cavabı seçin. David was than his classmates. Əgər cümlədə than verilibdirsə, biz müqayisə dərəcəsini seçməliyik. Most tallest və the most tall kimi ifadələri çıxardırıq. A və B variantı arasında qaldıq. Taller yoxsa more taller. Bilirik ki, bir və ya iki hecalı sözlərdə biz ER şəkilçisini artırırıq. Yəni bu A variantı olmalıdır. David was taller than his classmates. David öz sinif yoldaşlarından daha hündür idi. Amma C variantında more taller, həm more artırılıb, həm də R artırılıb deyə B variantı yanlışdır. İndi isə reading suallarına baxaq. Readingə keçməzdən əvvəl istəyərdim ki, bütün teksti sizin üçün tərcümə edim ki, suallar və onların izahları sizin üçün tam aydın olsun. The Qutb Minar, one of the tallest minarets in Asia, is situated in Delhi, India.
Qütb Minar Asiyanın ən hündür minarələrindən biri olub, Hindistanın Dehli şəhərində yerləşir. It is also the tallest tower of India and is largely made of red sandstone. O, həmçinin Hindistanın ən hündür qülləsi hesab olunur və əsasən qırmızı qum daşından tikilmişdir. It was built by the first rulers of the Delhi kingdom in the early 1200s. Qütb Minar 1200-cü illərin əvvəllərində Dehli krallığının ilk hökmdarları tərəfindən inşa edilmişdir. Though the Qutb Minar was damaged by lightning and earthquakes in the Middle Ages, it was then rebuilt and repaired by local rulers. Orta əsrlərdə Qütb Minar ildırım və zəlzələlər səbəbindən zədələnsə də, yerli hökmdarlar tərəfindən bərpa olunmuş və təmir edilmişdir. As a minaret, the Qutb Minar has balconies from which the people are called to pray 5 times a day. Minarə kimi Qütb Minarın eyvanları var və orada insanları gündə 5 dəfə dua etməyə çağırırlar. The writings on the Qutb Minar describe a historical event which shows how the Delhi kingdom defeated its enemies. Qutb Minarın üzərində yazılmış mətnlər tarixi hadisəni təsvir edir və Dehli krallığının düşmənləri necə məğlub etdiyini göstərir. So the Qutb Minar was considered the kingdom's victory monument at that time. Buna görə də o dövrdə Qutb Minar krallığın qələbə abidəsi hesab olunurdu. The Qutb Minar, together with some other historical buildings, forms the Qutb Minar complex. Qutb Minar bəzi digər tarixi binalarla birlikdə Qutb Minar kompleksini təşkil edir. This complex hosts a cultural event which is called the Qutb Festival. Bu kompleksdə Qutb Festivalı adlı mədəni tədbir keçirilir. It takes place every year and lasts for 3 days inside the complex from November to December. The event witnesses a huge success along with performances given by various singers, musicians and dancers. Hər il noyabr-dekabr aylarında 3 gün davam edən bu festivalda müxtəlif müğənnilər, musiqiçilər və rəqqasların çıxışları olur və tədbir böyük uğur qazanır. The Qutb Minar complex was declared a World Heritage Site by UNESCO in 1993. Qutb Minar kompleksi 1993-cü ildə UNESCO tərəfindən dünya irsi elan edilmişdir. The Qutb Minar is still an important landmark of Indian architecture. Qutb Minar hələ də Hindistan memarlığının əhəmiyyətli simvollarından biri sayılır. Choose the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq düzgün cavabı seçin. What is the Qutb Festival? Qutb Festivalı nədir? It's a cultural event that takes place annually. O, hər il baş verən illik mədəni bir tədbirdir. Bu tamamilə doğrudur. Biz bunun hər il baş verdiyini oxuduq. Take place every year və cultural event olduğunu da buradan görürük. It's a traditional event to the victory of Delhi Kingdom. Biz artıq bilirik ki, o traditional yox, cultural bir eventdir. Və burada deyilir ki, o Delhi krallığının qələbəsinə aid olan bir ənənəvi hadisədir. Bu tamamilə yanlışdır. Üstə it's a festival where various singers and dancers give performances. Doğrudur ki, orada rəqqaslar və musiqiçilər performans göstərirdilər. 4-də it's a festival celebrating the monument's modern history. Bu, modern tarixin abidələrini qutlayan bir festivaldır. Bu da yanlışdır. Which statement is true according to the passage? Hansı verilən mətnə uyğun olaraq doğrudur? From the balconies of the Qutb Minar, people are invited to pray. Bu tamamilə doğrudur. Burada sadəcə parafrez edilib, bizdə cümlədə verilib are called to pray 5 times. Variantda isə invited to pray deyilir. Amma iki söz də eyni mənanı verir deyə A variantı doğrudur. The Qutb Festival is held in Qutb Minar Complex in spring. Xeyr, yaz ayında keçirilmir. Biz öyrəndik ki, bu noyabrdan dekabra qədər keçirilir. Qutb Minar Complex was rebuilt by foreign rulers. Xarici hökmdarlar tərəfindən tikilib. Bu yanlışdır. Çünki mətndə deyilir ki, o yerli hökmdarlar tərəfindən tikilib. Daha sonra The Qutb Minar was built by UNESCO. UNESCO tərəfindən tikilməmişdir. Sadəcə UNESCO tərəfindən
dünyanın irsi bir yeri hesab olunmuşdur. They used mainly wood in the construction of the Qutb Minar. Onlar əsasən wood, yəni odundan istifadə ediblər Qutb Minarın tikilməsində. Lakin biz mətndə görürük ki, qırmızı rəngli qum daşlarından istifadə olunub. Passage is mainly about. Mətn əsasən nə haqqındadır? The writings on the Qutb Minar. Qutb Minarda yazılanlar deyil. Festivals held in the Qutb Minar complex. Qutb Minar kompleksində keçirilən festivallar haqqında. Bu da yanlışdır. Çünki biz sadəcə festivallardan danışmadıq. Ümumiyyətlə Qutb Minardan danışdıq. Various performances in the Qutb Festival performanslardan da əsasən danışmadıq. The first rulers of Delhi Kingdom, Delhi krallığının ilk hökmdarı deyil. A significant landmark in India, Hindistanda önəmli bir yer haqqında danışdıq, hansı ki bu Qutb Minarı idi. Cavab Y variantıdır. 26-cı sual. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. The Qutb Minar is a complex which hosts a festival lasting for a week. Bir həftə davam edən festivala ev sahibliyi edən bir kompleksdir. Bu yanlışdır, çünki həmin festival bir həftə davam etmirdi. B variantında was considered one of the lowest minarets in Asia. Asiyada ən alçaq minarətlərdən biridir. Bu da yanlışdır. C-də was damaged by natural disasters in the past. Keçmişdə təbii fəlakətlər nəticəsində ona zərər dəymişdir. Bu tamamilə doğrudur. Yuxarıda mətndə görə bilərik ki, zəlzələ və ildırım nəticəsində Qutb minarətinə zərər dəymişdir. Cavab ona görə də C variantıdır. Lakin biz digər variantlara da baxaq. Qutb Minar is a monument built of black sandstone. Xeyr, bu red sandstone olmalıdır. Qırmızı qum daşlarından istifadə edilmişdir. Y variantı is not recognized as an important monument in India. Hindistanda önəmli bir yer kimi tanınmır, abidə kimi tanınmır. Bu tamamilə yanlışdır. UNESCO-nun dünya irsi yeri hesab olunur və hələ də Hindistanda böyük əhəmiyyətə malik olan memarlıq abidəsidir. Ona görə cavabımız C variantıdır. 27-ci sual. Write a synonym of the given word immense from paragraph 3. Paragraf 3-dən immense sözünün sinonimini tapmalıyıq. Paragraf 3-də immense sözünün sinonimi huge olmalıdır. The event witnesses a huge success. Böyük bir uğura şahidlik edir. 28-ci sual. Which word from paragraph first best fits the following definition to fix something that is broken, damaged or torn? Paragraf 1-dən hansı söz ən çox bu mənaya yaxındır? Qırılmış, cırılmış və ya zərər görmüş hər hansı bir şeyi düzəltmək. Bu mətndə verilmiş repair sözüdür. Burada tələbələrin əksəriyyəti rebuild yazmışdı. Rebuild yenidən nəyisə tikmək deməkdir. Amma repair sözü to fix sözünün direct sinonimi hesab olunur. Ona görə burada rebuild sözü düzgün variant olaraq hesab edilə bilməz. 29-cu sual. Complete the sentence by changing at least 2 words according to the passage. Mətnə uyğun olaraq ən azından 2 sözü dəyişdirərək bu cümləni tamamlayın. Birinci bu cümləni mətndə tapaq. The writings on the Qutb Minar describes a historical event which shows how the Delhi Kingdom defeated its enemies. Əslində biz burada bir çox sözü dəyişdirə bilərik. Gəlin which-dən başlayaq. Which-in əvəzinə that deyə bilərik. That. Shows-un əvəzinə biz indicates, demonstrates, displays kimi sözlərdən istifadə edə bilərik. How the Delhi Kingdom defeated. Defeated'in əvəzinə overcame deyə bilərik. Daha sonra conquered kimi sözlərdən istifadə edə bilərik. Its enemies sözünün yerinə isə biz its foes, its opponents kimi sözlərdən istifadə edə bilərik. Otuzuncu sual. Answer the question by expressing your opinion. Write at least 3 sentences. Suala öz fikirlərinizi ifadə edərək cavab verin. Ən az 3 cümlədən istifadə edin. Sual belədir. What can be learned from historical monuments? Biz tarixi abidələrdən nələr öyrənə bilərik?
Historical monuments teach us about the past by showing how people lived, what they believed in, and what was important to them. They give us clues about old buildings, art, and technology. By looking at monuments, we can learn about important events like battles or festivals. Monuments also remind us of the creativity and hard work of past generations. They help us connect with history and understand our shared heritage. Tarixi abidələr bizə keçmiş haqqında, insanların necə yaşadıqlarını, nəyə inandıqlarını və nəyin onlara vacib olduğunu öyrədir. Onlar köhnə binalar, incəsənət və texnologiya haqqında məlumat verir. Abidələrə baxaraq mühüm hadisələr, məsələn döyüşlər və ya bayramlar haqqında öyrənə bilərik. Abidələr həmçinin keçmiş nəsillərin yaradıcılığını və əzmkarlığını xatırladır. Mən qısa şəkildə öz sözlərimlə 4-5 cümlə şəklində yazdım. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, video sizin üçün faydalı olar və sizə gələcək bütün imtahanlarda uğurlar arzulayıram. Gələn videolarda görüşənə qədər hələlik.